Muhammed Suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. O kəslər ki, özləri kafirlik eləyiblər, başqalarını da ayırıblar Allah yolundan, onların yaxşı işlərini boşa çıxarar Allah. O kəslər ki, imana gəliblər, salih işlər görüblər və Rəblərindən Muhammedə haqq olaraq göndərilənə iman gətiriblər, günahlarından keçər, işlərini düzəldər onların Allah. Çünki batilə uymuş kafirlik eləyənlər, Rəblərindən gələn haqqa tabe olmuş iman gətirənlər. İnsanların kimliyini beləcə anladar onlara Allah. Kafirlərlə savaşda üz-üzə gələn zaman vurun boyunlarını. Çox qırıb tökdünüzmü, əl saxlayın, tutduğunuz əsirlərin əl-qolunu bağlayın. Yerə qoydularmı kafirlər silahlarını, təmənnasız olaraq yaxud da əvəzində fidyə alıb əsirləri azad buraxın. Allah istəsəydi əgər, onlardan intiqamı özü alardı. Ancaq sizləri bir-birinizlə imtihana çəkmək istəyər o. Onun yolunda öldürülənlərin işlərini boşa çıxarmaz Allah. Doğru yola yetişdirər onları, düzəldər işlərini onların. Öncədən tanıtdığı cənnətə salar onları. Ey iman gətirənlər! Allahın dininə yardım etsəniz, yardım əlini uzadar sizə, möhkəmlədər addımlarınızı Allah. Yox olsunlar kafirlər, onların işlərini boşa çıxarar Allah. Allahın göndərdiyindən xoşları gəlməmiş onların işlərini batil eləmiş Allah. Bir gəzələr, dolaşalar yeryüzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Məhv eləmiş onları Allah. Kafirlərin də başına gələr belə işlər. Çünki iman gətirənlərin dostudur Allah. Və çünki kafirlərin dostu yoxdur. İman gətirənləri, əməli salihləri içindən çaylar axan cənnətlərə salar Allah. Kafirlərsə barınarlar, dünyanın ləzzətindən heyvan kimi yeyərlər, sonra od içinə girərlər. Məhv etmişik neçə-neçə şəhəri, onların cəmaatı səni didərgin saldıqları şəhərin, Məkkənin cəmaatından güclü idilər. Bir kimsə tapılmaz yardım edə onlara. Əlində Rəbbinin dərgahından aşkar bir dəlili olan kimsə ilə pis əməli öz gözünə bərbəzəkli görünən kəs bir midir? Öz nəfsinin əsiridir bu kəslər. Müttəqilərə vəd verilən cənnət budur. Çirkab götürməyən sulu çaylar, dadı dəyişməyən südlü çaylar, içənlərə ləzzət verən şərab çayları. Təmiz bal çayları axırlar orada. Hər meyvə növündən varlarıdır orada. Rəbləri də bağışlamış onları. Onların bu vəziyyəti məgər od içində əbədilik qalan, qaynar su çizdirilən və bu sudan bağırsaqları doğranan kimsələrin düşdüyü halət ilə bir midir? Bunlardan elələri var sənə qulaq kəsilərlər. Səndən aralanan tək elmli kimsələrdən biraz öncə o nə dedi, soruşarlar. Belələrinin ürəyini mühürləmişdir Allah. Öz nəfsinin əsiridir belələri. Doğru yolda olanların imanını artırar, takva duyğusunu gücləndirər Allah. Qiyamətin qəflətən gəlməyini mi gözləyir onlar? Artıq gəlib yetmiş onun əlamətləri.
Su akar yolunu bulur. Allah'tan gelmişiz, Allah'a da döneceğiz. God is one, Muhammed is en basıdır. God is one, Muhammed is en basıdır. Həmin dərəm Zuhur surəsi bəyan edər kitab hər şeyi. Məkkə əhlinə müraciətlə Quranı var elədik ərəbcə. Şübhəsiz Quran dərgahımızda mövcud hikmətli ana kitabda. Quranı uzaq mı tutmalı sizdən? Həddin aşan çoxdur xəttindən. Neçə peyğəmbər göndərdik öncəki nəsillərə ibrətlik. Gələn hər peyğəmbəri məsxərəyə qoyaraq düşdülər onlar şübhəyə. Onların içində qüvvətliləri məhv elədik inkar edənləri. Öncəki ayələrdə aqibəti bildirdik onlara həqiqəti. Göy yeri kim yaratmış sorsan onlara, hər şeyi bilib yaradan derlər. Yeryüzünü onlara beşik elədik, yolunuzu tapasız dedik. Göydən su endirib bir qədər, ölü bir ölkəni bu su dirildər. Ya Səbi, yeah. God is one, Muhammed is en basıdır. God is one, Muhammed is en basıdır. Siz də qəbirdən çıxaraq beləcə dirilərsiz, Rəbb buyurdu eləcə. Hər şeydən cüt yaratmış, gəmiləri heyvanları minik eləmiş. Eləmiş anasız Rəbbinizin bəndələri nemətindesin. Buyruğunuz altına vermiştir, Allah edib gücünüz ərməmişdir. Övlad kimi calamayın İsa'yı, bilin ki şəriksizdir Tanrı. Mələkləri qadın cinsi sanma, orada mıydınız yaratılan anda? Allah birdir, o doğrudur, Muhammed onun Resuludur. Yeah. God is one, Muhammed is en basıdır. God is one, Muhammed is en basıdır. Yeah. Love you God, love you good humans. Sizə bir Qur'an, bir də Əhl-i Beyti qoyub gedirəm.